Bu videoda tam elektrik mühərriklə təchiz olmuş 3 model barədə sizə məlumat vermək istəyirəm. Gördüyünüz yük avtomobili full elektrikli 350 km məsafə qət edir. Bagaj həcmi 8 kub, yüklü çəkisi bir yerdə qapısında qeyd olunub. Böyle bir bagaj hissəsindən sadə və praktik olan kabin hissədən ibarətdir. S9 modeli barədə sizə çox məlumat vermək istəmirəm. 1.5 plug-in hibrid mühərriklə təchiz olunmuş 100 km məsafəyə təxminən 7 litr yanacaq sərfiyyatı olan full elektriklə 252 km məsafə qət edən modeldir. Bu isə inkişaf etmiş ölkələrin bir çoxunda istifadə olunan kiçik bağlamaların kargo yüklərinin daşınması üçün tam robotlaşdırılmış, avtomatlaşdırılmış bir modeldir. Gördüyünüz kimi yalnız yük hissəsindən ibarətdir, kabin hissəsi yoxdur. Bu isə yaxın məsafələrdə 6 nəfərlik tam robotlaşdırılmış pilotsuz, yəni sürücüsüz istifadə oluna bilən bir modeldir. Düşünürəm ki, bu hissə onun ön hissəsi sayılır, çünki idarə etmə pultu burada yerləşir. Ətrafda gördüyünüz sensor və kameralar vasitəsilə tam təhlükəsiz sürüşü təmin edir. Burası isə onun interyer, yəni içəri hissəsidir.